stres momenti olur, müəyyən bir hadisələr olur da bizə təsir eləyir. Həmin momenti bu bədəni biz necə sakitləşdirməliyik? Həmin stres anı yaşadıqda, deməli dərindən nəfəs alıram. Nəfəsi ağızdan şam kimi üfürürsüz. Dərindən nəfəs aldınız, nəfəsi üfürürsüz. Bu momenti hardasa bir dəqiqə etdikdən sonra 4 saniyə nəfəs alırsan, 6 saniyə nəfəs verirsən. 4 saniyə nəfəsi al, 6 saniyə nəfəsi ver. Tamamilə səni sakitləşdirir. Məsələn, nəfəsi alanda etap-etap alırsan. Al, 2, 3, 4, ver, 2, 3, 4, 5, 6. Yenə də al, 2, 3, 4. Etap-etap beynimizdə saya-saya həm rəqəmlər bizi sakitləşdirir, həm də bu nəfəs bədəni tamamilə sakitləşdirir. Stresdən çıxardır. O anda düzdür, rəqəm saymaq misal üçün rəqəmi saymağa mümkünatı olmur. O anda nəfəs aldın, üfürdün, nəfəs aldın, üfürdün, elə bir şam üfürən kimi, yenə də deyirəm. Sonra parmaqla saya aparmaq Və yaxud bunu eləyəndən sonra biraz sakitləşirsiniz. O sonra başlayırsan. 4. Beyində sayırsan. 4 alıram, 6 verirəm. 4 saniyə alıram, 6 saniyə verirəm. Tam sakitləşirəm.